Sumqayıtlı şəhid polkovnik leytenant Raqif Orucovun yas mərasimi keçirilib. Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, aparatın məsul əməkdaşları, millət vəkilləri və idarə müəssisə rəhbərləri, habelə şəhidin yaxınları ilə bərabər hərbiçilər də iştirak ediblər. Mərasimdə şəhidin ruhuna dualar oxunub, igidimizin keçdiyi şərəfli yola nəzər salınıb və vətənə bağlılığından söz açılıb. Əbədiyyətə qovuşan, şəhidlik zirvəsinə yüksələn Raqif Orucovun yaxınları isə onun əsl vətənpərvər, qorxmaz, igid, cəsur biri kimi tanıdıqlarını bildiriblər. Yaxınlarının sözlərinə görə döyüş təcrübəsi onun ən böyük silahı olub. 1972-ci ildə Ağdam rayonunda anadan olan şəhid Raqif Orucov kəşfiyyatçı idi. Qardaşım çox igid, çox bir cəsur bir oğlan idi. Mən onu sərkərdiyə bənzədirdim. Qorxmaz, məğrur, əyilməz. Keçdiyi yollar 26 ildir vətənimizə sadiq qulluq eləyir. 26 ildə bütün xidmətlərin ön cəbhədə olub. Arxa cəbhədə əsla xidmət aparmayıb. Bu torpaq üçün yarandı, bu torpaq üçün şəhid oldu, torpaq üçün fəda oldu. Allah dövlətimizi, dövlət başçımızı, bizim yerdə qalanlarımızı, yerdə qalan əskərlərimizi qorusun. Mən öz adımdan, öz ailəmiz adından bizə dəstək olan bütün Sumqayıt şəhərinə özləri minnətdarımı bildirirəm. Onlar öz dəstəklərini bizdən əsirmədi. Buna görə də biz şəhid qardaşımı mən qürur duyuram, fəxr edirəm. Hiss edirəm ki, bugünkü gün qardaşımın acısını tək biz yaşamırıq. Bütün Sumqayıt